şərt deyil ki, hamı gəlsin Bakıya. Əksinə, bugün məsəl üçün Xankəndi kimi şəhərə Bakıdan gəlirlər, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq. Və bu mobillik yeni bir mədəniyyət gətirəcək cəmiyyətə. Yəni, xüsusilə bugünkü bu internet dövründə harda iş var, gedirəm, orada işləyirəm, orada yaşayıram, orada şərait olmalıdır. Bakıdakı kimi olmasa da, amma heç olmasa Bakıya yaxın olan şərait olmalıdır. Yəni, məqsəd budur. İstənilən ölkənin davamlı inkişafı yalnız bir şəhərin və ya mərkəzin inkişafı ilə mümkün deyil. Güclü dövlət modeli regionların iqtisadi potensialından maksimum istifadə edilməsini tələb edir. Azərbaycan da məhz bu yanaşmanı seçərək regionların sosial-iqtisadi inkişafını prioritetə çevirib. İndiyə qədər bu istiqamətdə 4 dövlət proqramı icra olunub. Növbəti mərhələdə də əsas məqsəd məhz infrastrukturun daha yüksək iqtisadi nəticələrə çevrilməsi ilə bağlı hədəflərdir. Qeyd edək ki, bu əsasda xüsusilə regionlarda kənd təsərrüfatı sahəsinin inkişafı mühüm rol oynamaqdadır. Kənd təsərrüfatında intensiv və rəqabət qabiliyyətli istehsala keçid, dəyər zəncirlərinin inkişafı və fermerlərin müasir xidmətlərə çıxışının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər nəzərdə tutulur. Neft gəlirlərindən asılılığın azaldılması Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasının əsas məqsədlərindəndir. Regionların sosial-iqtisadi inkişafı proqramları da qeyri-neft sektorunun genişlənməsinə ciddi töhfə verib. Bu siyasət kənd təsərrüfatından turizmə, sənayedən logistikaya qədər bütün sahələrin inkişafına yeni imkanlar yaradıb. Qarşıdakı dövrlərdə isə müasir texnologiyaların tətbiqi və yaşıl iqtisadiyyata daha çox yer ayrılacaq. Qabaqlar ancaq mərkəzdə, biz ixtisaslaşdığımız sahə ancaq mərkəzdə yerləşirdisə, neft və qaz, amma indi alternativ enerjiyə keçid bu imkanları genişləndirəcəkdir və həmçinin də regionların da Azərbaycan iqtisadiyyatında payını artıracaqdır. Və istisna deyil ki, gələcəkdə bu alternativ enerji əsnasında artıq dəfələrlə deyilmişdir ki, artıq data mərkəzlərinin, regionlarda data mərkəzlərinin yaradılması öz növbəsində görürük ki, geniş sahələri əhatə edəcəkdir. İndiyədə həyata keçirilən proqramlar göstərdi ki, regionlara yatırılan investisiya əslində ölkənin gələcəyinə qoyulan sərmayədir. İnkişaf edən regionlar güclü iqtisadiyyat isə dayanıqlı dövlət deməkdir. Qarşıdakı illərdə rəqəmsallaşma, yaşıl enerji, innovasiya və insan kapitalına əsaslanan inkişaf modeli həm də Azərbaycanda rəqabət qabiliyyətinin artırılmasına əhəmiyyətli töhfə verəcək. Sabir Bilalov, Rauf Məmmədov, AzTV Xəbər.